Salam əziz izləyicilər, xoş gördük sizləri yenidən mənim kanalımda. Mən sizin tarix müəlliminiz Tural Hoca. Bugün sizlərə 7 dekabr 2025-ci il tarixdə keçirilmiş OTK və MGM sınaqlarından 10-cu siniflər üçün tarix suallarının izahını verəcəm. Deməli, birinci sualda nə istəyir bizdən? Birinci sualda deyir ki, Oktavian, yəni Roma işğalları nəticəsində Oktavian və Mark Trayan tərəfindən işğal edilən əraziləri tapın. Oktavian işğal edib Misri, Mark Trayan da işğal edib Mesopotamiyanı. Yəni Mesopotamiya burada 4-dür, Misir isə 3-dür. Doğru cavabımız nə olmalıdır? B variantı. 62-ci sualda deyir ki, qədim Romada Respublika dövrü zamanı qədim Yunanıstanda baş verən hadisəni tapın. Respublika dönəmi nə vaxtdır? Eradan əvvəl 509-dan eradan əvvəl 27-yə qədər. Düzdürmü? İlk Olimpiya oyunları bundan əvvəl də 776-dır. Lap qabağa gedir. Solon 594-dür olmaz. Drakon 627 olmaz. Dorlar 2-ci minilliyin sonunda son qoyub. Amma Afina və Sparta arasındakı müharibə 400, 431, 404-dür deyə cavabımız nə olmalıdır? Y variantı. 63-cü suala baxırıq. Hadisələrin səbəb-nəticə əlaqələrini yanlış verildiyini istəyir bizdən. Hansısa cavabda elə bir hadisə verilib, səbəbi isə verilib, amma nəticəsi fərqli ola bilər. Və yaxud nəticə verilib, bunun səbəbi fərqli ola bilər. Bunu istəyir. Bu bəli düzdür. Əslində bu problem idi. Niyə? Çünki artıq belə deyək, orduya çağırılan əsgərlər dövlətə yox, sərkərdələrə sədaqət andı içirdilər. Sonra da onların göstərişi ilə hara deyirdilərsə, orada gedirdilər. Bu əslində problem idi. Vətəndaş müharibəsinə gətirib çıxartdı. Bu da olar. Bu qalsın. Bu da olar. Yəni Yunan koloniyaların yaranması ticarət sənətkarlığın inkişafı elətdirib. İskəndərin fəthləri Yunan mədəniyyəti Asiya ölkələrinə yayılıb. Yunan elm mədəniyyəti deyirlərdi ona. Amma C bəndinə diqqət eləsəz, görürsünüzmü? Bir neçə varlı və patrisi və plebe ailələrinin əlində olması. Yəni bir neçə varlı ailənin əlindəsə hakimiyyət, necə demokratik dövlətdən danışa bilərik biz? Bu olmaz da. Yəni burada cavab C variantı səhvdir. 70, daha doğrusu 64-cü suala baxaq. Şərqi Türkistan, Yeddisu və Tianşan dağlarının ətəklərində Aşina soyuna mənsub olan Türk-dilli Qarluqlar yaşayırdılar. Qarluqlar 2-ci Göytürk dövlətinin süqutundan sonra Uyğurların hakimiyyəti altına düşmüşdülər. Qarluqlar 9-cu yüzillikdə digər türk tayfalarının iştirakı ilə yeni dövlətin əsasını qoydular. Hə, bu dövlət hansı dövlətdir? Bu Qaraxanilərdir və yaxud Afrasiyab dövləti kimi tanınır. Doğru fikir istəyir. Qırğızların üsyanı Uyğurları süquta uğradıb. Dəndənəkən döyüşü Qəznəvlərə aiddir. Paytaxtının Lahor şəhəri. Bu da Qəznəvlərə aiddir. Hindistana yürüş eləməyib bunlar, amma İslami rəsmi din kimi qəbul ediblər 932-də. Aha, cavab nədir? Y variantı. Satıq Bora. 65-ə baxırıq. Göstərilən hər iki xüsusiyyətin aid olduğu Azərbaycan feodal dövlətlərinin paytaxt şəhərlərini xəritdə müəyyən, yəni verilən bu xüsusiyyət hər ikisinə aiddir. Birinci şəhər Gəncədir, Şəddadilər. Dördüncü şəhər Şamaxı olsun, Şirvanşahlar. Üçüncü şəhər Marağı olsun, Sacilər. İkinci şəhər Təbriz olsun, Rəvvadilər. İndi baxırıq. 10-cu əsrdə yaranmış dövlətin paytaxtı. Şirvanşahlar avtomatik gedir, çünki bunlar 861-dir. 3 də gedir. Marağa da 898-dir. Adından 3 ilə 4-ü elə buradan atırıq, çünki 10-cu əsrdə yaranmayıblar. Cavab nədir? 1-dən 2. O, Səlcuq tayfalarının məskunlaşmasına şərait yaradıb hər ikisi. Bəli, cavabımız nədir? 1-2 C variantı. 66-ya baxırıq. Axund dövlətinin Albaniya ilə oxşar, Qəznəvilərlə fərqli cəhətini. Ərəb xilafəti Qəznəviləri süquta uğratmayıb. Axundları da süquta uğratmayıb. Sasanilərlə mübarizə aparılması ola bilər əslində. Çünki Axundlar mübarizə aparıb, Albanlar da aparıb, amma Qəznəvilər Sasaniləri görməyib. Belə cavabımız nədir? B variantıdır. 67-yə baxırıq. Xüms, üşür. Müxtəlif mülkiyyət və qənimət növlərindən alınan vergi idi. Hə, xüms daşına biləndən alınırdı, zəkat isə daşına bilməyəndən alınırdı. Ramazan ayında bayram günləri alınır və paylanırdı. Bu fitrədir. Daha çox. 1-ə B olmaz. Dini vergi növü sayılırdı. Hardasa ola bilər. Çünki bu xüms əvvəlcə müəyyən ehtiyaclar üçün toplanırdı, amma sonradan artıq mənimsənirdi. C ola bilər əslində burada. 2-yə baxaq. 9-11-ci əsrlərdə torpaqdan istifadə əvəzində alınırdı. Bəli, üşür bunun üçün alınırdı. Yəni 2-yə nə olmalıdır? A olmalıdır. Səlcuqların da dövründə ola bilər. Bəli, A da ola bilər, B də ola bilər. Amma bu
Olmaz da. Bu ciziyədir. Bu ciziyə üşür deyil. 2-yə C olmaz. 2-yə A olar, B olar. Məntiqlə olanda cavab nə olur? Y variantı olur. 68-ə baxırıq. İlk Göytürk dövlətinin sxemdə verilən dövlətlərlə ümumi cəhətlərini müəyyən edin. Bu tipli suallar artıq çox yayılıb və biz buna qəbula hazırlaşmalıyıq. Uyğur dövləti ilə Uyğurlar Sasanilər görməyib. Çini hala salınması, bəli, hər ikisi asılı hala salıb. Xalqların böyük köçü dövründə yaranmayıb. Uyğurlar 744, o zaman xalqların böyük köçü yoxdur. Deməli, birə nə olmalıdır? Birə yalnız B olmalıdır. Birə yalnız B isə hansı variantdadır? B variantdadır. Heç mən bu tərəfə baxmıram. 69-a baxırıq. Spartak üsyanından fərqli olaraq Sarsaqlar üsyanına aiddir. Spartak Romadadır. Sarsaqlar hardadır? Sarsaqlar Çində. Hakim sülalələrin qüdrətini sarsıdır. Bir də quldarlıq quruluşuna böyük zərbə vurur. Çünki hər ikisi quldarların zülmünə qarşıdır. Bu olmaz. Eradan əvvəl birinci əsrdə baş vermir. Bu da olmaz. Cavab çıxır nə? Yox, 1. 4-4-ü atırıq. Niyə 3 sildik ki biz? 3-ü qaytaraq talan. Cavabımız əslində budur. D variantı. Quldarlıq quruluşuna böyük zərbə vurur Çində. Sarsaqlar üsyanı. Sonra gəlirik 70-ci suala. Veda, Hinduizmin müqəddəs qanunlar toplusudur. İlkin forması Rig Vedadır. Rig Vedadan sonra bunlar yaranır, Veda yaranır. 12 lövhə qədim Şumerlərdə deyil, Romadadır. Falanga Roma ordusunda deyil. Kasta qəti müəyyənləşdirilmiş hüquq və vəzifələrdir. Bu doğrudur. Cavabımız nədir burada? 1 və 4. 1 və 4 hansı variantdadır? A variantı. 71-ə baxırıq. Eyni əsrdə baş vermişdir. İskitlər Azərbaycanda məskunlaşıb eradan əvvəl 7-ci əsr. Midiya dövləti süqut edib eradan əvvəl 6-cı əsr. Çin ilk dəfə vahid dövlətdə birləşib eradan əvvəl 3-cü əsr. Qədim Misir 525 Pelusiya döyüşdü 6-cı əsr. İpək yolu salınıb eradan əvvəl 2-ci əsr. 2 dənə altımız var da burada. Cavabımız nə olmalıdır? 2 və 4. 2 və 4 hansı variantdadır? 2 və 4. Deməli 2 və 4 hansı variant olacaq? B variantı. 72-yə baxırıq. Uyğunluq pozulmuşdur. Şəddadilər dövləti Alan tayfaların hücumlarına qarşı müdafiə tədbiri görüb. Bəli, Gəncə qala qapıları burada hazırlanıb. Belə bunlara görə. Rəvadi dövləti Oğuzların ölkə ərazilərinin yerləşdirilməsinə şərait yaradıb. Bəli, 1028-də. Şirvanşahlar dövləti Məziyyədlər sülaləsinin hakimiyyət dövründə Səlcuqlar yox. Məziyyədlər deyil, Kəsranilərdir. 3 səhvdir. Salarlar dövləti Mosul hakiminin hücumlarına qarşı mübarizə aparıb. Bəli, Navat Bərdə faciəsi zamanı. Sazilər dövləti Bərdəyə hücum edən Slavyan qoşunlarla mübarizə aparıb. Bərdəyə hücum 944-də, amma Sazilər 940-da süqut edib. Deməli, bu səhvdir. Bizdən də elə səhvlər istəyir. 3 və 5 hansı variantdadır? D variantında. 73-ə baxaq. Nə istəyir? Onun keçirdiyi hərbi islahat nəticəsində tayfa prinsipinə əsaslanan qeyri-nizami qoşunun əvəzinə nizami ordu yaradıldı. Eyni zamanda iqtisadiyyatın inkişafına şərait yaradan addımlar atılmışdı. Belə ki, vahid ölçü çəki və pul sistemi yaratmış, karvan yolları təhlükəsini təmin etmiş və taziləri bəzi rüsumlardan azad etmişdi. Bu Məlikşahdır da. Məlikşahdır. Məlikşah bu şərqin qərbi hökmdarı Toğruldur. Bu Səncər olar. Bu da Alparslan olar. İlk vəzifəsi bu da Alparslan olar. Cavab nə olar? Burada Qaraxanlıları məğlub edərək asılı vəziyyətə salan. Bəli, Məlikşah Qaraxanlıları məğlub edib asılı vəziyyətə salıb. 74-də baxaq. Tunca aid deyil. Kişi əməlinin ön plana keçməsi aiddir. İnsanların tayfalarda yaşaması 100% aiddir. Müharibə və hərbi işin əsas işə çevrilməsi bu da olar. Tayfa başları zamanla ilahiləşdirilir. Onların üzərində kurqanlar dikilir. Bu da olar. Amma toxa əkinçiliyi geniş yayılıb harda? Neolit və enolitdə. Toxada yox. Toxada avtomatik xış olacaq. Cavabımız C olmalıdır. Kadeş müqaviləsinin Misir üçün nəticəsi. Baxaq burada. Ön Asiyanı canişinlər vasitəsilə idarə etməyə başlayan şeydir. Üçüncü round. Üçüncü Tutmosdur. 2 olmaz. Şimal sərhədləri işdə Fərat çayına birinci Tutmosda çatır. Bu da olmaz. Deməli, Kadeş müqaviləsi Misrə imkan verir ki, öz ölkəsini neynəsin? İqtisadi cəhətdən inkişaf elətdirsin. Həm də Ramzes quruculuq işlərindən başladı da məşğul olmağa. 24 metrlik heykəl falan filan. Cavabımız nə olmalıdır burada? B variantı. 76. Erkən orta əsrlərə aid olan Alban memarlıq abidələri, yəni 3, bizə nə lazımdır? 7-cilər lazımdır. Naxçıvanda Əlincə qalası 9-cu əsrdir. Sündü məscidi də burada əslində Əlincə qalası 9-cu əsr 911-də, yəni orada. Sündü məscidi də 10-cu əsrdir. 8 920 olmalıdır.
Bu da olmaz. Amma gavurqala ilə ağ oğlan olar. Cavab nədir? 2-3. B variantı. 77-yə baxırıq. Albaniyanın 5-ci əsrin ikinci yarısı üçün, yəni 450-dən bu tərəfə nə olar? Yeni Alban əlifbası olmaz, Astrogen də əvvəlləridir. İlk dəfə rəsmi din olmaz, çünki 313-dür, 4-cü əsrdir. Ümumi siyahıya alınması Xosrovun dövrü olar. Bu da olmaz, bu da olmaz, bu da olmaz, bu da olmaz. Bəli, burada 463, 487 müəyyən müddət Sasani mərzbanlığında olar. Y variantı. Tarixi proseslərin məntiqi ardıcıllığını istəyir bizdən. Türk tayfalarının Manna ərazisində məskunlaşması nəyə gətirib çıxarır? Bəli, Aşurlarla münasibətlərini üz döndərir, İskitlərlə müttəfiqlik yaradır. Sonra Urartu artıq burada söhbəti yoxdur həmin dövrdə. Sonra müstəqil xarici siyasət yeridir. Bəli, cavabımız nədir burada? 1-ə 1-ə nə olacaqdır? 1-ə, daha doğrusu 2-yə olacaqdır. B, 3-ə nə olacaqdır? Y. 2-yə B, 3-ə Y hansı variantdır? D variantıdır. 79-a baxaq. 79-da nə deyir bizdən? Bələncər döyüşü, Həştadsər döyüşü. Ərəblər və Xürrəmlər arasında olan hansıdır? Həştadsər. Ərəblərin məğlub olması hansındadır? Hər ikisində. Cavanşir heç birisində deyil. Xəzərlərin qalib gəlməsi Bələncərdədir. Ərəb-Xəzər müharibələri Bələncərdədir. 1-ə DY olmalıdır. 1-ə DY, 2-yə nə olmalıdır? A, 3-ə də B. Cavab D variantı. Növbəti sual 80-ci sualdır. Kimdir bu? Çox güman ki, Fəzli bin Məhəmməd. Hə, Fəzli bin Məhəmməddir. Toğrul o deyil. Cavab budur, B bəndidir. Yəni, Əbləsvar Şalur Gürcülər və Şirvanşahlarla müharibə aparıb. Amma Fəzli bin Məhəmməd Gürcü və Xəzərlərə qarşı uğurlu müharibə aparıb. 81-ə baxaq. Birinci Göytürk dövlətinin mövcudluğu dövrünə uyğundur. Yəni 552-dən 588-ə. Bu Arşakilərin sülaləsinə son qoyulma 510-dur. Olmaz. Məzdəki hərəkatının baş verməsi olmaz. Çünki 529-da artıq bitir. Kürşad 639-dur. Olmaz. Əməvilər yoxdur həmin dövrdə. Amma bəli, 510-dan 630-a qədər Sasani mərzbanlığı dövrüdür. Bu da uyğun gəlir. Y variantı olmalıdır. 82. Göstərilən xüsusiyyətlər hansı dövlətin süqudunun səbəbləridir? Ərəblərlə uzun müddətli müharibə. Göktürklər ərəbləri görməyib, Qaraxanlılar uzun müddətli müharibə aparmayıb, Axurlar ərəbləri görməyib, Sasani olar. Peçeniklər amma Sasanilərə basqın eləməyib, Sasanilərdə dini pərəşəndəlik o qədər olmayıb. Söhbət burada Xəzərlərdən gedir. Xəzərlərdə orada Yudaizm var, bir də müsəlmançılıq var və s. Hakim təbəqə yudaizm qəbul edir. Ona görə ciddi bölünmə baş verir orada. 83. Manna hökmdarı İran uzun hakimiyyət dövrü. Yəni 740-dan 719-a. Müttəfiqlik münasibəti Assuriya ilə olar. Bütün cənub torpaqlarının öz hakimiyyəti adına birləşdirilməsi də olar. Sırdaqqa müqaviləsi nəticəsində Urartu, Sırdaqqa müradiyyəti yoxdur. Ulusunun dövrüdür. Mediada Assuriya əleyhinə qalxan üsyançılara yardım edən Ahşeridir. Bu olar. Yəni, Manna qədim şərqin güclü dövlətlərindən birinə çevirilər. Cavab nə olar burada? 1, 2, 5. 1, 2 və 5. 84. Xronoloji ardıcıllığı istəyir. Albaniyaya Kanedirin yürüşü 36 deyirdən əvvəl. Pompeylə sülh 65 olar. Adrian bizim eran 2-ci əsri. Altına düşməsi, Atropatena dövlətinin aşağı sonrasının hakimiyyətindən düşməsi, bu da nə vaxtdır? Bizim eran 20-ci ildir. Deməli, ən qədim hansıdır burada? 2. Yəni, başlasaq 2-dən, 2, sonra keçsək 1-ə, sonra 4-ə, sonra da 3-ə. Ardıcıllıq belə olmalıdır. 2, 1, 4, 3. 85-ci sualda nə deyir? Bizans imperiyasına aid olan doğru cavabları müəyyən eləyin. Justinian ərəb xilafətini görmür. Yəni, Justinian artıq öləndə ərəb xilafəti hələ yaranmamışdı. Xalqların böyük köç nəticəsində ərazilərin çox hissəsini itirməsi. Bu, belə deyək, Romaya, Qərbi Romaya aiddir. Bizansa aid deyil. Əslində, bu qoruya verilmişdi ərazisi. Sasanilərlə sülh olar. Avropa ilə, belə deyək, Avropa Hun dövləti ilə ticarət əlaqələri burada Konstans sazişi ilə tənzimlənir. Slavyanlar bunun ərazisində 6-7-ci əsrlərdə məskunlaşdılar Balkan yarımadasında. Yox, burada möhkəmlənməsi yazır. Səhv olar bu. 5 səhv olar. Möhkəmlənmə olmaz. Nə olar burada? Əksinə, quldarlıq qaydaları sarsılır orada. Zəifləyir. Cavab nə olacaq burada? Bu sualda cavab 3, 4. Tamam. Gəldik 86-ya.
İkinci Göytürk hökmdarı Bilgə Xaqan hakimiyyət dövründə aid olanları istəyir. Yəni 716-dan 734-ə. Çinə uğurlu yürüş olar. Mərkəzi Asiyada olan digər türk tayfalarıyla dövlətə tabe etdi. Olar. Qərb vilayətləri İstəmi Xaqan birinci Göytürkdədir. Bizansla diplomatik münasibətlərdə birinci Göytürkdədir. Doğru cavabımız nə olacaq? 1 və 2. 87. Yusif ibn Əbu Sac, Əli Ləşkəri, Mərzban ibn Məhəmməd. Azərbaycanın şimalında yeni dövlət Əli Ləşkəridir, Şəddad dövləti. Xilafətin ordusunu məğlub edən Yusif ibn Əbu Sacdır. Ticarət gəmiləri, yəni bir nəfərdir, onsuz da Mərzban ibn Məhəmməd. Türk mənşəli Kərgərli sülaləsi də bu da Mərzban ibn Məhəmməddir. Rey şəhərini Samanlilərdən alan isə Yusif ibn Əbu Sacdır. 1-ə B-yə, 2-yə, 3-ə C-dir. Situasiyaya baxırıq. Böyük Hun dövlətinin dağılmasından sonra Hunların böyük hissəsi İdil çayından qərbə doğru hərəkət etsə də, onların bir qismi Türkistana köçdü. Sasani dövləti ilə mübarizə aparan Hunlar yeni dövlətin əsasını qoydular. Onlar 5-ci yüzilin ortalarında Sasanlara qarşı qabiliyyətli müharibələr apararaq İran yaylasının şərq hissələrinə və Türkistana hakim oldular. Sasanilər üzərində növbəti qələbədən sonra Heratı tutdular. Söhbət kimdən gedir? Axunlardan. Hə, mətndə haqqında bəhs olan dövlətin Sasanlara qarşı baş vermiş hansı hərəkətin yatırılmasına mühüm rol oynadığını qeyd edək. Məzdəkilərdir. Çünki Qubad qaçmışdı. Qubadı bunlar dəstəkləmişdi. Məzdəki hərəkatıdır bu. Yaxud məzdəkilər də yaza bilərsiniz. Mətndə haqqında bəhs olunan dövlət neçənci ildə və ya əsrdə və hansı dövlətlərin birləşmiş qüvvələri tərəfindən süquta uğradılıb, son qoyulub? 567 yaxud 6-cı əsr yazsaz düz götürüləcək. Sasani və Göytürk, birinci Göytürkdə yazsanız daha dəqiq olardı. İstəmi xaqan. Yəni bunların birləşmiş qüvvələri 567-ci ildə bu dövləti neyiniblər, süquta uğradıblar. Tarixi biliklərinizdə əsasən mətndə bəhs olan dövlətin adını Axunlardır da bu. Axunlar. Eyni zamanda bu dövlətin 5-ci yürüşdə hansı adla tanınması? Eftal xanları ilə Eftalitlər. Eftalitlər. Abdal da deyirlər. Belə. Mən Tural Hoca bu sınağı da sizin üçün izah eləyib bitirdim. İnşallah növbəti videolarda, növbəti sınaqlarda, növbəti dərs izahlarında sizlərlə görüşmək ümidlə sağollaşıram. Sağ olun, salamat qalın.